Əziz və dəyərli müsəlman, Allaha həmd sənalar olsun ki, Allah Teala bizi bu mübarək aya yetişdirdi. Və bu Ramazan ayı xeyri və bərəkəti bol olan ay müsəlman üçün sadəcə oruc olmalı deyil. Müsəlman üçün sadəcə ac qalmaq olmalı deyil. Müsəlman üçün sadəcə aclıqdan və susuzluqdan kənar olması olmalı deyil. Çünki bu ay həm tövbə ayı, həm namaz ayı, həm günahlardan çəkinmə ayı, həm Allahı zikr etmə, həm Quran-ı Kərim, həm vəhiy və həm də ki, sədəqə və digər ibadətlər ayı olmalıdır. Və bu ay insana qurtuluş ayı olmalıdır. Və bu ay insanı dəyişən bir ay olmalıdır. Bu ay insanı günahlardan itaətə qaytaran bir ay olmalıdır. Nə bilirsən, bəlkə də bu ay o aydır ki, sən bu ayda bağışlanacaqsan. Bəlkə də sən bu ayda etdiyin əməllərlə Allahın rəhmətini qazanacaqsan. Bəlkə də sən bu ayda etdiyin salih ibadətlərlə, oruç tutmaqla yanaşı, gününü gözəl ibadətlərlə keçirməklə bəlkə də sən Allahın cənnətini elə buradaca qazanacaqsan. Ona görə yorulma, usanma və günahlardan çəkin və günahlardan uzaq ol və Allaha tövbə et və səmimi qəlblə, ixlasla Allaha ibadət et. Bəlkə də bu ay o aydır ki, Allah Teala səni cəhənnəmdən azad eləyəcək. Peyğəmbərimiz Allahın salavatı və salamı ona olsun, səhih hədisdə buyurur ki, Ramazan ayının gecələrində Allahın cəhənnəmdən azad etdiyi qulları var. Yəni hər bir gecə Uca Allah cəhənnəmdən qullar azad eləyir. Və bəlkə də sən bu gecədə həmin qullardan ola bilərsən. Ona görə çalış, gündüzünü gözəl keçir ki, gecəni belə böyük mükafatlara nail olasan. Subhanəkə Allahumma və bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfirukə və ətubu ileyk.